Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, Məlik Həsənov küçəsində DSK yolu ilə Ağsarayın düz ortasında yerləşən 3.6 sotun içində 4 otaqlı geniş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, birinci nəzərinizə çatdırım. Evin arxasında bir otaq var. Onu ayrıca kiraya verə bilərsiniz. Bax, bu Xoduda çöldəndir. Bəri başdan nəzərinizə çatdırım ki, ayrıca bir dənə evdir. Xoduda ayrıdır. Onu da ayrıca kiraya verə bilərsiniz. Gördüğünüz kimi arxasında belə yüngül var, yaşıllığı, belə boş torpaq sahəsidir. Həyətindən rahat 3-4 maşın daxil ola bilər. 3.6 sotun içindədir. Ev hardasa 15 metrin 12 metrə inşa olunub. Ev geniş otaqlı evdir. Nəzərinizə çatdırım ki, yaşayışlı bir evdir. Sadəcə yüngülvari kosmetik xərci var. Onlar da nəzərə alınıb, qiymət qoyulub. Yeri də yaxşı yerdir, nəmişlik olmayan ərazidir. Keçən də evin içinə tanış olaq. Giriş darvazası gördüyünüz kimi rahat, genişli rahat maşın daxil ola bilir həyətə. Buradan daxil oluruq evin içinə. Girən kimi burada hörmətli izləyicilər, nəzərinizə çatdırım. Bura geniş bir holdur. Demək, hörmətli izləyicilər, əvvəl bura açıq olub. Sonra ev sahibi, bura balkonu olub belə, eyvan olub. Buranı sonra bağlayıblar. Demək, sanitar qovşağı burada. Ayrıca, gördüyünüz kimi təmiri vəziyyətdədir. Bu hissəsi hamamdır, hamamda. Gördüyünüz kimi təmirlidir. Geniş hol, giriş hissəsidir. Mətbəx buradadır. Kombi sistemi ilə mövcuddur. Bunu da nəzərinizə çatdırım. Bura mətbəx hissəsidir. Şəxsi tikilidir. Oturmuş evdir. Otaqları genişdir. Ürək açandır. Bunu hamısı nəzərinizə çatdırım, hörmətli izləyicilər. Mətbəxdən sonra keçirik buradan. Dəhliz sistemi. Bax, görürsünüz, hörmətli izləyicilər. Dəhliz sistemi buradadır. Bura sadəcə artırılıb. Yəni, artırılmıyor. Sadəcə var idi. Buranın prosesi açıq idi, bağlayıblar. Keçən deyəvə, bax, sol tərəfdə burada zaldır. Sağda bir yataq otağıdır. Bu yataq otağın birinci nəzərinizə çatdırım ki, bax, bu hissəsi bir dənə uşaq otağıdır. Gördüyünüz kimi. Haradasa təxmini bura 14-15 kvadrat olar. Pəncərələr də hamısı gördüyünüz kimi işıqlıdır, havalanmaya uyğundur tam. Bura qonaq otağıdır. Qonaq otağı həqiqətən genişdir. 4 metr belə, haradasa 7-8 metr, 30-35 kvadrat qonaq otağıdır. Pəncərələri amma nəzərinizə çatdırım, eyvana baxır da. Yəni, ora əslində çöl hissəydi, sadəcə bağlayıblar. 4 otaqdır. Bir otaqda arxada xodu ayrı. Bura 4-ün 4-də bir geniş yataq otağıdır. Yüngülvari boyları dəyişilməlidir, pollar laxlanmalıdır. Yəni, elə bir güclü xərci yoxdur. Kombi sistemidir, nə bilim, hər şey qaydasındadır da, ev yaşayışlı evdir. 4-ün 4-də bir yataq otağıdır. Burada da yenə 4-ün 5-ə, 4-ün 4-əliyə bir geniş yataq otağıdır burada da. Hörmətli izləyicilər, gördüyünüz kimi bütün nə varsa, ev haqqında bütün təqdimatda nə varsa hamısını çəkdim, göstərdim. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməkli göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Demək, hörmətli izləyicilər, sənədi qeydiyyatla olacaq. Bunu da nəzərdə çatdırım. Qeydiyyat da köməkli eləyəcək. Adres ünvan açılacaq. Propiska birbaşa köməkli göstərəcək. Qiymət də 120 min start qiymətdir. 3.6 sotun içindədir. Mərkəzə də yaxın ərazilər sayılır. Yeri quru ərazidir, su vurmayan yerdir. 120 min start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik ki, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da.